Bakının Xəzər rayonunda 54 yaşlı kişi ona narkotik almaq üçün pul verməyən anasına şiddət göstərib. Hadisə 2024-cü ilin iyulun 27-sində Zirə qəsəbəsində baş verib. 1972-ci il təvəllüdlü sahib yaşadığı evdə anası Fatimə ilə ona pul verməkdən imtina etməsi səbəbindən mübahisə edib. Mübahisə zamanı 54 yaşlı oğul anasını döyüb. Yaşlı qadının divanın üstünə atıb, başını divara çırpıb, boğazından yapışaraq əli ilə baş və sifət nahiyəsinə zərbələr vurub. Sahib Xəzər rayon polis idarəsi narkotiklərlə mübarizə bölməsi əməkdaşları tərəfindən saxlanılıb, ondan küllü miqdarda narkotik vasitə aşkar olunub. İstintaq orqanı tərəfindən sahibin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma, 234.4.3 küllü miqdarda narkotik vasitələri əldə etmə maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən sahib ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyiləm. Psixoloji durumum normaldır. Uzun müddətdir narkotik vasitələrdən istifadə edirəm, aludəçiyəm. Yaşadığım ünvanda aşkar olunmuş narkotik vasitə mənə məxsus deyil. Baxışda narkotik iştirak edən anam da yalandan bildirib ki, güya evdən aşkar olmuş narkotik vasitə mənə məxsusdur deyə o ifadəsində göstərib. Təqsirlənən şəxs qeyd edib ki, iyulun 27-sində saat 22:30-da yaşadığı evdə olub. Anamla aramızda mübahisə baş verdi. Əsəbləşərək anamın qollarından tutaraq onu qonaq otağında olan divanın üstünə attım. Anam qonşuluqda yaşayan dayımcıla getdi, mən də arxasınca getdim ki, barışıb onu yaşadığım evə gətirim. Tüfeyli həyat tərzi keçirdiyim üçün anamın məndən zəhləsi gedir. Hadisə günü anamdan pul tələb etməmişəm. Həmin zaman çox əsəbi olmuşam, baş verənləri xatırlamıram deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Fatimənin sözlərinə görə oğlu sahib dəfələrlə məhkum olunub. Narkotik vasitələrin istifadəçisidir. Hadisə günü saat 22:30-da sahiblə evdə idik. Məndən pul istədi. Pulumun olmadığını dedim. O israrla pul istəyirdi. Mən də pulumun olmadığını söyləyirdim. Sonra məni öldürəcəyi ilə hədələdi. Aramızda mübahisə baş verdi. Əli ilə sinəmdən itələdi. Yerə yıxıldım. Sonra əli ilə yaxamdan tutaraq qaldırdı. Divanın üstünə atdı. Başım divara dəydi. Boğazımdan tutaraq boğmağa başladı. Gözümə, qulağıma şillə vurdu. Ondan məni buraxmasını istədim. Halım pisləşdi. Özümdən güc toplayaraq onun sağ nahiyəsinə təpiklə vurdum və əlindən çıxaraq qardaşımgilə getdim deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sahib 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, o təyin edilmiş cəzadan narazı olduğunu bildirib, ona köməklik göstərilməsini xahiş edib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə bəraət istəyib, qeyd edib ki, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilir, o anası ilə barışdığını, ancaq bu maddə ilə ona aşağı həddə cəza təyin edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.